Uşaqlar, gəldik enant haqqında. Enantdır, kaprondur, bunları karbon sayına görə formulunu əzbər saxlasaz yadınızda daha yaxşı olar. Amin turşudur bu. Amin turşusu. Amin turşusu, yəni bu bizim üçün monomeri sayılacaq. Hansı amin turşu, daha doğrusu amin enant. Amin enantda biz nətər yazmalıyıq? Bizim qaydamız var idi ki, daha doğrusu amin enant deməyim, omega amin enant deyim. Qaydamız var idi ki, COH-dan sonra gələn karbonları alfa, beta, gamma deyə düzürdük. Axırda biz gedib çıxacağıq indi karbon sayı bu alfadan başlayır. 7 karbon demişəm axı. Alfadan sonra nömrələdiyim 6-cı karbon mənim üçün olacaq omega. Gəlin gedək, məsəl üçün birinci bunu qurum alfa. Bu alfa deyəndən sonra yerdə qaldı neçəsində 5 dənə karbon. Bunu 4-ün belə qapalı yazın sizə göstərmək üçün. CH2-dən 1, 2, 3, bura 4 yazdım, 6. Bir dənə də bundan, axırıncı qalan karbondan uşaqlar NH2 çıxardırıq. Bu karbon mənim üçün olacaq omega. Belə nömrələsək onsuz da bilirsiniz də, alfa, beta, gamma, delta, epsilon, sonra omega gəlir. Bunları bilirik. Daha yazmadım hər dəfə. Yəni alfa deyəndə bunu nəzərdə tutun. Ümumi karbon sayı yadda saxlayın ki, 7 karbonlu amin turşudur. Nə etmək lazım? Bu o birlərdən çox rahat. Yəni 2 dənə monomer yoxdur ki, bir dənə amin turşu götürəcəksiniz, özünü polkondensləşdirəcəksiniz. Nə etmək lazımdır? Bunun da öz içərisində necə ki, bipolar ion yaradırdığı daxili duz. Baxın, bu da onun kimi. Buradan yenə turşu tərəfindən o H-ını götürməlisiniz. Buradan əsas tərəfindən də H-ının birini götürürük sadəcə. Bir dənə, biri qalır yerində. Onda nə olacaq vəziyyət? Yenə MH, bunun H-ı qaldırırsınız yenə yuxarı. Çıxan H-ı yenə çöldə yazdıq. Olduğu kimi düzürəm. CH2-ni artıq bunu da qapalı yazacağam. CH2 4, CH2 5 olacaq. Diqqətlə qulaq asın. Yenə CO-su yuxarı qalxdı. OH-ı çıxartdım çölə. Aha, bu belə. Yenə N sayda bundan, yenə də uşaqlar çöldə bizim suyumuz var. Artıq bu dəfə, baxın bundan M mol götürdüyümə görə bir dənə axı monomer götürmüşəm. 2-1 deməyə ehtiyac yoxdur. Yəni hərəsindən bir su çıxartmır. Sadəcə bir su çıxartdığıma görə yazacağam M-1 sayda da su. Bunlar uşaqlar hamısı bu ki yazıram liflərin alınmaları, bunların hamısı polikondensləşmədir. Bunu da unutmayın. Çünki polimerin yanında bir su da alınır. Bunlara polikondensləşmə demişdik. Polimerləşmənin polikondensləşmə növüdür belə deyək. Başqa indi bundan nə düşə bilər? Buna baxaq. Buradan da yenə uşaqlar sp2 hibrid orbitalında karbon sadəcə bir dənədir. Yenə sp2 sayı soruşsa bu 3 dənədir. Karbon sayısı ilə karbonun birini vuracaqsınız N-ə. N neçə versə, N məsəl üçün 1000 versə yenə. 1000 versə 1000-i vurasınız ki, bir karbona 1000 dənə bunun polimerində sp2'li karbon var. Hibrid orbital sayına gələndə sp2 hibrid orbitalın sayı 3 olur. 3-ü vuracaqsınız 1000-ə. CH2'lər yenə metilin qrupudur ayrıca. Yəni sp3 hibrid halı uşaqlar doymuş sayılır da bu həqiqətdəkilər, zəncirdəkilər. Sonra azotdan yenə zəncirə baxsam bir dənə zəncirdə azot var. Hidrogen sayısı 11 dənə. 2 vur 5, 5 vur 10 burada, biri də burada 11 dənə. Yenə dediyim kimi hər birinin sayını polimerləşmə dərəcəsini vurub tapacaqsınız. Bəzən də tərsinə verəcək. Tam deyir ki, belə bir sual yazacaq. Tam deyir ki, 500 dənə polimerdə azot var. Bunun polimerləşmə dərəcəsini tap. Azot görürəm ki, bir dənə olur da hərəsində. Bu deməli 1 imiş. 1-i neçəyəsə vurub, yəni n-ya vurub o neçəyəsə dediyim polimerləşmə dərəcəsini eləyib 500. Deməli, elə n bərabər uşaqlar 500-ə. Ondan sonra nəsə oksigen atomunda görürsünüz elə bir dənədir, düşər oksigen atomunun sayı. Bunlara fikir verin. sp3-lü karbonun isə 5 dənə olduğuna görə 5 vurulsun 4 deyəcəm hibrid orbitalı soruşsa 20 dənə. Onu da yenə polimerləşmə ilə soruşsa 20 vuracaqsınız 1000-ə. Karbonu sp3-lü olan soruşsa 5 dənə karbonumuz sp3 hibrid vəziyyətində olacaq. Bu da belə getdi. Bu da belə getməsin uşaqlar. Bu da poliamid liflərinə aid olacaq. Çünki burada da yenə karbon azot körpüsü yarandı deyə amid liflərinə aid eləyəcəksiniz bunu da.